Hər kəsə salam qızlar. Necəsiz? İnşallah ki yaxşısınız. Çox şükür mən də yaxşıyam. Səhər-səhərdir. Yemək yeməmişəm. Acından bir səhərəm. Qaqaş gedib açıb mağazini. Mən mamamdan banka gedirəm. Mamamın bank yaparım. Bank kartında biraz problem var. Gedib orada həll eləməliyik. Qaqaş oradan şirniyyat alacaq deyə da evdə yemək yemədim. Balam məni gözləyir. Mən makyaj eləmişəm. Çıxmışam evdən. Mamam hələ saçında ribəni giyib çıxamayıbdır. Qarpız alır. Kəstirib alır özdə. Kəstirmə salmır. Sənə qurban olma, Nərgizim. Şimdi girip markete. Alışveriş dinlesin. Karpuzunu aldın da marketine girip pomidor xiyarını almalı. Ama kızlar size bir şey diyeyim. Mamam böyle çok ürəklidir də mən yanımda belə aparıram istədiyi yerə. Məsələn hara deyirəm ki, hə mamam problem deyir gedir. Oy sənə qurban olum falan belə baxıram ki, ürəklidir də belə sevinir də, rahatçılığı var axı. Allah mən daxil bütün anaları balası tərəfindən sevindirsin. Heç bir ananı balaları tərəfindən utandırmasın, üzməsin inşallah. Mən daxil bütün analar, mənim mamam da içində balalarımız tərəfdən sevinək. Gəlmişəm, işdəyəm. Oğlum da yanımdadır. Oğlum da yanımdadır. Təsbihine baxın. Dənizli şeyi var. Şey oxşuyur, hə? Çox oxşuyur. Yox, çapadır. Dənizli çapadır. Necəsiz qızlar? Keyfiniz, halınız, əhvalınız? Biz çox şükür yaxşıyıq. Bu günlərim ikimiz bərabər işləyirik. Biz ikimiz əslində yola getmirik, heç yola getmirik. Onun gördüyü işi mən bəyənmirəm, mən gördüyüm işi o bəyənmir. Ona görə, amma bu günlərim dək gəlmişik, bərabərik. Demək belə. Dırnağıma gedəsiyəm, ustamla danışdım. Əslində komple gedəsiyəm, saçım, dırnağım, qaşım, yəni komple belə dərindən bir salonum gəlibdi. Amma manikür, pedikür, saçım, qaşım hamısına getməliyəm. Ustamla danışmışam, ustam hələ cavab verməyibdi. Əgər cavab versə bu günlərim gedirəm. Dırnağımı qırmızı rəng eləmək istəyirəm. Qırmızı. Əgər bugün alındıra bilsəm bugün gedəcəm, alındıramasam da yəqin ki sabahdan cavab verər, sabaha yazar, sabah gedərəm. Nə almışam? Qızlar, bundan öncəki dəfə yadınızdadsa mən dipçək gül almışdım. Amma onu birisinə pay verdim. İstədi, mən də verdim. Sözün açığı gül biraz belə necə deyim, biraz belə boynunu bükmüşdü.
Mən də gül solanda onunla bərabər solan insanam da. O da dedi ki, burada qonşudur. O da dedi ki, şeydir, mən bunu dirildə bilərəm. Mən dedim, tamam, sənin olsun. Məndə qalıb solmaqdansa, qoy sənin olsun. Qabı götürdüm. Bilirsiniz, o qab mənim üçün dəyərlidir. Ona görə qabımı götürdüm. Gülü verdim ona. İndi başqa çiçək almışam bu günlərin. Gələndə yoldan başqa bir çiçək aldım. Adını falan. Ağaç, bunun adını bir dənə ChatGPT-yə yaz gör, bunun adı nədir? Tapamam. Yox, şəklini at. Mən tapamıyorum valla. Tapsa, şəklini at. Baxımınla bağlı heç bir fikrim yoxdur. Necə baxılır, nətər olur. İndi Qaqaş ChatGPT-yə yazsın, soracaq görə. Yəqin ki, yəni suyunu falan necə verməliyəm onu. Adını niyə soruşmuyor? Adını falan desin. Orada dedilər, amma mənim yadımda qalmadı. İndi buna gətirim, ilk suyunu verim, can suyu. Mənim yanımdakı ilk can suyunu verim. İnşallah ki, bu solmaz, bunun başına bir iş gəlməz. Bu da qalar. Bu birisi çiçəyi mi qızlar? Bunu. Çox böyük səbirsizliklə onun çiçək açmağını gözləyirəm. Çox istəyirəm ki, o çiçək açsın da. Yəni, bir dəqiqə onu gözləyirəm ki, onun üstündə bir dənə çiçək olsun da. Tac neymiş? Tikanlı tacmış bunun adı. Məhərrəm güldə kim keçir? Xristos tikanında kim keçir? Baxın qızlar, bunlar çiçək açır. Böyük-böyük də belə tikanları var. Hə, bol günəş sevirmiş bu arada. Hə, ona görə çölə qoymuşam. Satan demişdi ki, bol günəşi sevir. Suyunu demişdi, quruyandan quruyana ver torpağını. Kaktüslər sulanır, onlar kimi suyursun. O prinsipini. Hə. İndi bunun yanına qoyacağam. Bu görürsüz, bunu bir türlü belə bunun üzünü güldürə bilmirəm də. Rəngləri qəşəng yaşıl olmur. Yarpaqlarının rəngi həmişə kimi sıx və yaşıl olmur. Bu gül əslində sıx-sıx yarpaqlı. Baxın, zoğları yarpaqsız qalıbdı. Sıx-sıx ucundan çıxır da yarpaqları. Amma dibindən belə çox seyrəkdir və də necə deyim, mutsuzdur. Gülüm xoşbəxt deyil. Mən də bu gülü necə xoşbəxt edeyim bilmirəm. Mahnı oxuyuram, şeir söyləyirəm, əzizləyirəm, sığallayıram. Amma bir türlü çarəsizlik. Hə, bir türlü amma bunu üzünü güldürə bilmirəm, xoşbəxt eləyə bilmirəm bu gülümü. Ona görə ona bir arkadaş gətirdim ki, Məndən də mənim kimi. Bərabər görüm indi bundan edim. Gətirim indi buna bu çiçəyimə su verim. Su Dedi apar. Dedi ki, dünən vermişəm. Apar, sabahlarım verərsən. Burada deyir ki, vallahi deyir buna çox az su ver. Yəni nəyə görə deyir? Torpağı tamamilə qurumadan. Tamamən quruyub da. İçi bu üstüdür. Yəni Verməyim. üstünə tök alma tök. Bir stəkan tökərəm də. 2 gündən bir stəkan su tökərəm də buna. Bax, dediyini sadəyim. Deyir ki, torpağı tamamilə qurumadan su vermə. Overwatering bilsən nə? Quruyub da. Overwatering yəni həddən artıq su vermək köklərin çürüməsinə səbəb ola bilər. Torpağın üst hissəsi quruduqca müntəzəm su verir. Axşamlar bunu buradan götürürəm, burada qoymuram da. Amma gündüzlər indi birazdan bura günəş vuracaq. Baxın, oradan bura gəlir günəş. Bura günəş vuranda qəşəng günəş alır gülləri. Baxın qızlar, yarpaqları havada görürsünüz necə sarı rəngdə, yəni qəşəng yaşıl deyil yarpaqları. Bu da məni narahat edir. Bak. Zəkat verməyən, ancaq əməlləri dosdoğru bir insandır. Yəni, yaxşı bir insandır, pis niyyətli, xislət bir insan deyil. Bu insanın cənnətə girə bilərmi? İkinci insan növü isə Quran oxuyur, yəni zikr edir, zikirlə ibadət edir, zəkat verir, yaxşı əməllər görür, xislət bir insan deyil, ancaq ki, əqimüs-səlat, yəni namaz qılmır. Bu insan cənnətə girə bilərmi? Bu ikisinin arasındakı fərq və Quranın bu ikisinə verdiyi mövqey nələrdir?
Hər gün. Mən daha detallı deyim ki, yəni sən o deyim bu deməsin. Bax. Bu gəncləri ən başdan oxuyum yoxsa ortalarını oxuyum? Ən başdan. Həm başdan. Oğlumla gəlmişik imama ziyarətə. Keçən həftə başım çox qarışıq idi. Keçən həftəni ötürmüşəm, gəlməmişəm. Bu həftə də canım oğluşumla gəlmişəm. Bir qəribə şəkildə yedirəm ki, həqiqətən nasıl ayağımdan sonra. Nə olub sənə? Bilmirəm. Zəni bilmirəm. İnsanların mübahisələr həqiqətən keçmiş olsun. Biz ən başından bu məsələni həll etməliydik. Bizlik bir şey yox. Atalarımız ən başından bu məsələni həll etməliydik. Hamı bölünəcək qədər bölünübdür. Bir də qəribə olan məsələ nədir? Başından bəri həll edilməmişdi. Bax, məsələn, iki nəfər bölünübdür elə. Bu təhsil alır, öz elmini inkişaf etdi. Bu özü hamısı getə-getə divarlarına o qədər yüksək örürlər ki. Sonra bir də baxır ki, adımız müsəlmandır. Çox fərqli şeylər yaşayır. Çox fərqli. Bax, Allah'ın onu səni aparım Türkiyədəki Ələvlərin cəmiyyətinə. Bambaşlı İslam var. 10 yıl var, 10 yıl var, bir şeydir. İndi onlara görə yaxşıdır. Mənə görə belə keçmiş olsun bir halımıza. Bura gəlirsən, bambaşqa şey. İraqdakı gezilərə gedirsən, bambaşqa şey. Deyirsən, bu da şeydir, bu da şeydir, bu da şeydir. O mənə biraz tıncıqdırır. Alem ona göre söylüyor. Biraz tıncıktırır ben. Çünkü bak Yezilerin de var. Yok senin de alemin var, benim de alemim var. Yezidinin de var, Ələvisinin de var. Anladın mı ben ne demek istedim? Ne oldu? Niye bunlar bir ortak məktəbdə buluşabilməndə neçə illər? Peyğəmbər buluştura bildi. Ana, Peyğəmbər vaxtında hamı bütün müddət. Sabitləyə bildi. Radyo niyə sordu demək? Peyğəmbər sabitləyəmez. Ötən sən. Ona görə Peyğəmbər başı yerə qoyan kimi böyle. Hətta o zaten Peyğəmbər o xəbərdarlığı vermişdi ki, mən bir nuram. Hamını bir yerdə tuturam. İmanla sabitlənsəydilər, bölünməzdilər. Peyğəmbər də onu deyirdi ki, mən bir nuram. Hamını bir yerə cəmləşdirəm, mənim nurum da olsun. Mən öləndən sonra başlasın hamını. Başqa şey deyim ki, mən öləndən sonra artıq öz nəfsimizlə bərabər qalasın. Kim nəfsinə şey eləyəcək, yönələcək, kim imanına yönələcək, onu da biləcək. Ki birinci deyil zaten da.
Kilosu belə. Anam boyuna kurban olsun ha. Ne oldu yoktu? Gedir. Bayağı sen niye kitabı götürəndə demedin ki? Anladım var. Olsun da adamın biri de sen. Peki bilirsən ki, buranı türklər tikiblər. Osmanlı dövründə və ya nə bilim öz Səlcuqlular dövründə bilinir də ki, yəni bu o vaxtlardan tikilib. Çünki onların memarilərin izləri var. Bizdə məscidlər tikiləndə Azərbaycan mədəniyyətinə xas unsurlar əlavə edilmir. Daha çox farsı məscidlər tikilir. Farsi stilində. Bu tip məscidləri Məşədə gəlirsən də, Kərbalaya gəlirsən. Orada çox görərsən. Məşəddə, Kərbəlada. Çünki bu İranlıların memari stili. Yəni keşke bizim də memari stilimizin əlavə olunduğu məscidlərimiz çox olsaydı. Demirəm yoxdur, var bu arada. Amma çox olsaydı. Keşke məscid tikə bilsəydi. Çox istəyərdim. Məscid sən adına qoyardım. Bunu çıxarım ya. Ha bunu Ama çıkartın. buna bax, bunun burasını... Ne çıkartın? Bir de bunu çıkartarsın da. Yok ilk kıraş bu ikinci çıkartarsın. Doğru. En neşe görsen anla hansıdır bak. Bak bu da geçti. Görsen mi? O bundan geçiyor cool gösterdi kara da. Bu görsen üçün demem öyle. Ben böyle de hadi hazır attı. Ona göre bak o çıkartmış da bak. Mümkün hiç demiyorum. Başka bir şey rengi bir tamam. Bu. Bunlar aynı da. Beş eder istemsen gider. Bunlar çürüyerim diye. Tamam bunlar geldi. Bu ne için bardak? Hastanede geldi bunlar. Önce onlar karanlık. Sen de değil mi? Bilekti. Dedim ki maşınım olsa bununla varım. Ama yaraşmıyor. Bu kara geçekti. Götürdüğün kara. Tesbihler kakаш. Ha aç. Koluna tak. Hadi görün ne çıkacak içinden. Yok koluna tak da İrem. Ama çok eşik şeyler aldım. Yani, Çok geçekti hakikaten. Bak ne brasetinden. Ay kız da çekin. Vazgeçilmezimiz olan Albuk'tan yemek getirdik. Onun yemeği pomidorsuzdu. Budur. Al. Ben yemeğim. Arkadaş gör. Hiç bunda da pomidor yoktu. buna değişikler. Bak bakalım. Hiç bunda da pomidor yoktu. Onu değil, bunlar güzel de bilmiyorum. Ha, değilsen pomidor koyma, ikisine de koyma. Değilsen falan şey vurmak ikisine de vurma. Ama en çok sevdiğim döner tadı Albuk tadı. Çok hoşluyorum. Deyim. Ne? Yolum. Badımcan dolması getirmiştim, mamam dolma pişirmişti. Getirmiştim ama Qaqaş onu yemək istəmədi deyə mən də ona qoşuldum, dönər yedim. Ha, tamam. Müdür? Ha, aydın Allah. Alo. Sağ ol, nə dersən? Bildi mi? Şey anlamıyorum. Bak. Ben ümumiyyətlə bu tip şeylərdə mənəni axtaran bir insanım. Buna səbəb mən təsadüfə inanmıram. Təsadüf diye bir şey yok. İnsan beyninin de
şeyi bilmirsən də sən böyük ehtimalla bilincin nə demək olduğunu, bilinç var ya. Çox dəyişik bir şeydir. İnsan beyninin durduq yerə yuxu göstərmək üçün şey elədiyini də düşünmürəm. Arxa planda işlədiyini də düşünmürəm. Benzerliğini xoşlayırsan. Mən də. O qanancığın alanı. Az saçını düzelt. Saçıma ne oldu ki? Bunun başına minmə fasonuna bax. Ne oldu ki? Böyle yiyeceğim de. İşdən gəldim. Mamama dedim nə bişiribsən? Dedi kotlet qızartmışam. Xanım da dedi ki, gəl gedək, tantuni yeyək. Mən heç vaxt tantuni yeməmişəm. Tantunini bilmirəm nə dadır. O təriflədi ki, tantuni qəşəng dadır. İndi gedirəm ilk dəfə tantuni yeməyə. Tantuni deyil. Tantuni yeməyə. Düzmü deyirəm adı necə olmasa. Gedirik indi axşamda saat 8 neçədir? 9. 9 saat 9. Hə. 9. Onun yarısı, onun yarısı. Saat 10'un yarısıdır. 20-30. 9'un yarısı. Saat 9'un yarısıdır. Biz gedirik tantuni yeməyə. Beraber gideyin. Hem çekiliş edəyin, hem de yemeğimizi yiyin. Sevgilim, такой красивый у меня, can balam, жить не могу я без тебя, ay sevgilim. Onun elə keçək səsi var ki. Mən sən hansı mahnını xoşlayırdım sən oxuyanda? Sən oxuyanda xoşlayırdım ya. Şey dağılıb toxutmadım. Yadımdan çıxmaz sən. Onu oxudam. Hər gün? Hər gün yox. Səbəb bugün elə. Hər gün yox da yəni aylar illər sonra paylaşmıram. Daha 2 gün 3 gün sonra. Gəncəlilər Gəncəmizə bir ürək atsın. Şərh bölməsindən Gəncələr ürək qoysun. Görüm nə qədər Gəncəl izləyicim var mənim. Oğlum bize de tekrar ilgilenirdi. Yapılsa ilgilenirse niye öyle? Baba elə idi. Bak, orada başkadır. Taksim başkadır, Osmanlı başkadır, ortadaki döner başkadır. Ağaç mənzərəsi də var, gitsin gidiyorlar. Ay tamam, yoğurt var, toyuqlusu olmuş. Toyuqlu da. Baxa bilərsiniz, təşəkkürsüz. Toyuq tantuninin yoğurtlusu olmur. Olmur. Bunda mal dönərindən olsun. Mən xoşlamıram. Xoşlamamı görə demirəm. Ümumiyyətlə kədərli mahnıları kədərlənmirəm artıq. Sırda olmuşam. Çörəyi zad aslında şey oldu. Çörək də onun içində. Hə? Çörəyin də çəngəllə yeyəsən. Lavaşdır mənimki. Hə. Tantuni sevənləriniz var mı, yox mu bilmirəm. Mən qurda oxşuyur. Mən ilk dəfə deyirəm bunu, qoy görüm nə dadır. Oy. Süper. Korkusu alayım ondan. Basık da. Çok. Çok neydi? Acı. Acı. Limon başım yox mənim, yeməyin. Limonla yedir axı.
Ben sana Neredeyse alırsın. açmıştım bunu. Ama yaxşı çıxmır. Olur. Yani açırsan yedeksin aynı. Ben şimdi bu da çıktı. Ama ne yapsın bunu anlamışsın. Sen yedin mi? Ha. Ne adı? Buna da iyi bak. Buna da iyi. Yana git kurtlanın üstü. Buna bak dene. Ne? Önüme hoş gelme. Bu. Buna kalkıp oranın üstünde. Yana gel. O da Şaka şaka öğrendim. Çok yaparsın. İkisi de aynı şeydi. Bu bu katkılıdır. Teşekkür. Al buna da bak hala. Çok vermem. Yok o çok. Bir dene dana. Buyurun. Ucunda ver de. Hayır ucundan veremem akıla bak. Birinci sefer geldi ağzındaki lan bunu mu? Kendine. Pendir değil. Katı. Sen ona göre hoşlamadın bunu. Ondan teşekkür. Yok. Beğendin mi onu? Dönerden daha tatlıdı bence. Evet. Artık. Böyle beğenirler. Bu mesela ağzına bilmem. Mesela öyle bak öyle olur. Alınca ve 2024 değilmiş. 21'de ben işləyəndə günün qabağında çox tantuni var idi. Əsl 10 şeyi, Halil Usta. Türkünküydü. Şarman da çok hoş geldi. Şarman mən də xoşduram, mən çox tantuni xoşduram. Özü beyrəsini xoşduram. Beyrəsində xoşduram çörəkli olanı. Bunun çörəyi qurudur. Orada daha şey olur, sulu olur. İlk dəfə yediyimə baxmayaraq çox bəyəndim. Yəqin ki, indən sonra tez-tez gələrik, yeyərik. Mən birinci səfərdə yedim. Çox da dadlıydı, çox da qəşəng idi. Nəysə, vlogumu burada tamamlayım. Gələn, izləyən, xoş rəy yazan, Loru dildə desək, bizi gözü götürən hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun, dəstəyiniz üçün, gözəl sözləriniz üçün. Mən vloglarımı sizin üçün çəkirəm. Növbəti vloglarda, növbəti videolarda və növbəti shortslarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.